Salam, axşamınız xeyir olsun hörmətli dinləyicilərimiz. Azərbaycan Nədən Danışdı proqramının bu günü olan buraxılışını təqdim edirik. Studiyada mən Yunis Orucovdur. Əziz dinləyicilərimiz, bugün Azərbaycan terror aktı ilə üz-üzə qaldı. İrandan Azərbaycana göndərilən 4 dron Naxçıvan Muxtar Respublikasında gərginlik yaratdı. Xoşbəxtlikdən insan tələfatı qeydə alınmayıb, lakin bütün hallarda bu hadisə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hücum aktı kimi qiymətləndirilir. Bugün Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirdi. Dövlət başçısı kifayət qədər sərt bəyanatlar verdi və Azərbaycan Silahlı Qüvvələrinin bir nömrəli səfərbərlik vəziyyətinə gətirildiyini açıqladı. Bugün biz bu hadisə və onun zəruri edən məsələlər barədə danışacağıq. Həm söhbətimiz politoloq Elvin Baxşəlizadə bizə telefonla bağlanıb. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Niyə İran əvvəlcədən dəfələrlə, hətta birinci şəxs səviyyəsində deyilməyinə baxmayaraq ki, biz Azərbaycan ərazisindən İrana qarşı hər hansı bir hərbi əməliyyatın keçirilməsinə icazə verməyəcək və verməmişik və verməyəcək. Bax, bütün bu bəyanatlara baxmayaraq İran niyə Azərbaycan ərazisini dronla vurdu? Bəli, qeyd etdiyiniz kimi bugün 5 mart 2026-cı il Azərbaycan üçün tarixi bir gün oldu. Çox təəssüf ki, negativ mənada belə ki, Naxçıvan Muxtar Respublikasına İran tərəfindən edilən dron hücumu və bu həmçinin terror aktı kimi də qiymətləndirilməlidir. Azərbaycan bu xəbərlə silkələndi bugün. Deməli, İran bildiyiniz kimi artıq 4 gündür ki, İsrail-ABŞ ikilisi ilə böyük bir müharibənin içərisindədir. Savaş çox təəssüf ki, dəmi 4 gün ərzində 4 gündür başlayıb, amma savaşın miqyası, coğrafiyası gün keçdikdə daha da genişlənir, böyüyür və artıq regional bir miqyas alır. Belə ki, İrana olan zərbələr, İsrail-ABŞ ikilisinin aviasiya raket zərbələrinə qarşılıq olaraq İran ətraf ölkələri, hansı ki, ABŞ-ın hərbi bazaları yerləşir, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və digər ölkələri hədəf alır. Dünən axşam saatlarında bildiyiniz kimi növbəti balistik raket zərbəsi Türkiyəyə atıldı və xoşbəxtlikdən Hatay üzərində həmin balistik raket hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirildi və insan tələfatı qeydə alınmadı. Bugün sabah saatlarında isə İran artıq ümumiyyətlə müharibə ilə, bu savaşla heç bir əlaqəsi olmayan, əksinə İrana bu məqamda müəyyən qədər köməklik göstərmiş humanitar sahədə bir dövləti Azərbaycanı hədəf aldı. Hansı ki, Prezident İlham Əliyev ali din lider Xamneyinin ölümündən sonra dərhal İrana dövlət səviyyəsində başsağlığı verdi. Bildiyiniz kimi dünən də İranın Bakıdakı səfirliyinə ziyarət etdi, öz başsağlığını verdi və bundan başqa Astara gömrük etdiyi məntəqəsindən də artıq bir neçə gündür ki, İran eləcə də digər xarici ölkə vətəndaşlarının üçüncü ölkələrə keçidi üçün şərait yaradılıb, Azərbaycan bu işə nəzarət edir. Amma İran tərəfi bütün bunların qarşılığı olaraq bugün ciddi bir səbəb olmadan Naxçıvan Muxtar Respublikasındakı aeroport, eləcə də məktəb və digər 2 obyekti hədəf alıb, 4 dron hücum həyata keçirilib, onlardan biri hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib və xoşbəxtlikdən məktəbin yaxınlığına düşən, mən daha çox ona diqqət çəkmək istəyirəm, dron hücumu boş əraziyə düşüb. Təsəvvür edin ki, bir neçə gün əvvələ qədər bütün Azərbaycan İrana olunan, yadınızda orada qızlar məktəbinə bir hücum olmuşdu, onu qınayırdı. Bütün Azərbaycanın ictimai sektoru bu hücumu qınadı və bunun üstünə bir neçə gün keçmiş İran eyni əməli, eyni terrorçu hücumu Azərbaycana qarşı həyata keçirdi və burada sual yaranır ki, əgər İran təcavüzə uğrayan dövlətdirsə, özünü bu cür təqdim edirsə dünya miqyasında, bəs bugünkü hücuma nə ad verək? Bugünkü hücumun adını cənab Prezident İlham Əliyev çox gözəl vurğuladı. Bu terror aktıdır, Azərbaycana qarşı xəyanətdir və fikrimcə mən elə düşünürəm ki, bu
İranda hansısa vahid bir mərkəzdən verilən qərar deyil. Bu 4 günlük müharibə artıq İranda xaotik bir vəziyyət yaratmağa bacarıb. Dəmi 4 gün ərzində İran artıq siyasi xaosa qədəm qoyub, xüsusilə ali dini lider və hərbi siyasi elitadan əsas figurların İsrail tərəfindən öldürülməsi İranda xaotik bir vəziyyət yaradıb idarə etmədə. Və bunun nəticəsidir ki, təsəvvür edin ki, bugün Azərbaycana hücum olunur və kim məsuliyyət daşıyır? Hücumun arxasında kim dayanıb? Biz hələ də bunu tam olaraq dəqiq müəyyənləşdirə bilmirik. İranın baş qərargahı xəbəri ümumiyyətlə təkzib edir, hücumun onlar tərəfindən olunmadığını iddia edir. Xarici İşlər Nazirliyi bəyanat yayır, təəssüflənliyini bildirir və araşdırma aparacağını bildirir. Hansısa Telegram kanallarında Sepahın adından bəyanatlar yayılır, hücumun arxasında onların dayandığı bildirilir. Amma konkret olaraq biz rəsmi bir mövqe görmürük ki, İran dövlət kimi ortaya çıxsın və hücumun arxasında konkret olaraq kimlərin dayandığını bəyan etsin. Amma sizə elə gəlmirmi ki, bu bir qədər ənənəvi taktikadır? Çünki dünən Türkiyəyə edilən raket hücumunda da İran elə bugünkü kimi davrandı və bu hücumun onlar tərəfindən edilmədiyini bildirdilər. Bəli, Yunus bəy, hardasa mən deyərdim ki, bu məsələdə siz haqlısınız və burada mənim narahat edən bir məqam var, ona toxunmaq istəyirdim. Buyurun. İranda mənim bu dəqiqə siyasi şərtli kimi çəkindiyim gedişat nədən ibarətdir? Sanki belə görürəm ki və ümid edirəm ki, yanılaram, İranda bir Suriyalaşma gedir. Sanki bu 4 günlük bu sürətli müharibə və onun gedişatında davam edən proseslərdə. Burada məsələ nədən gedir? Bildiyiniz kimi Suriya müharibəsinin son nəticəsi ondan ibarət oldu ki, bir müddət sonra dövlət dediyimiz institut ümumiyyətlə sıradan çıxdı. Və orada tamamilə xaotik bir durum yarandı. Artıq müəyyən qruplaşmalar, o qruplaşmaların arxasındakı hegemon dövlətlər bu şəkildə meydanda at oynatmağa başladılar və dövlət dediyimiz institut ümumiyyətlə sıradan çıxdı. Və sanki bu 4 günlük müharibə, İranın ali dini lideri və hərbi siyasi elitanın əsas nüfuzlu şəxslərinin öldürülməsindən sonra İranda idarə etmədə, siyasətdə bir boşluq yaranıb. Siyasi elitada boşluq yaranıb və hansısa qüvvələr, belə deyək, siyasi elitanın içində öz başına mı, kimlə isə mərkəzi hakimiyyətlə hesablaşmadan qərarlar verməyə başlayırlar və qorxum ondan ibarətdir ki, İranda bu xaos qarşıdakı müddətdə daha da böyüyərək davam etsin və etnik tərkibin də müxtəlifliyini nəzərə alsaq, İranda qarşıda ümumiyyətlə dövlət dediyimiz institutun tamamilə sıradan çıxa bilmə ehtimalı da var. Yəni mən bu düzdür, bütün region üçün fəlakətə çevrilə bilər, amma bu ehtimallardan biridir. Və istəyərdim bir də o məsələ barədə sizin fikirlərinizi öyrənərək. Prezident İlham Əliyev çıxışında çox incə bir məqama toxundu və qeyd etdi ki, İranda bizim soydaşlarımız yaşayır və hal-hazırda davam edən müharibə onların həyatına risk yaradır və biz Azərbaycan dövləti olaraq bundan narahatıq. Həmçinin vurğuladı ki, müstəqil Azərbaycan Respublikası bütün Azərbaycanlıların dövlətidir və onların hüquqlarının müdafiəçisidir. Bax, bu mənada bugün Naxçıvana edilən terror aktını İrandakı soydaşlarımız, Cənubi Azərbaycandakı soydaşlarımız baxımından istəyərdim bir qədər müzakirə edək. Çox güman ki, bu vəziyyət onların da ciddi narazılığına səbəb olacaq. Bəli, əlbəttə ki, mən hətta deyərdim ki, İran bugün Naxçıvana dron zərbələri endirməklə əslində heç kimə yox, öz ayağına güllə sıxmış oldu. Yəni İrandakı rejim bugün öz ayağına güllə sıxmış oldu. Nəyə görə? Çünki İran ətrafındakı ölkələrdən Azərbaycan bəlkə də yeganə ölkədir ki, İran ümumiyyətlə biz tərəfə hansısa hərbi əməliyyatlar, hücum barədə düşünməməlidir. Bunun nə baxımdan mən deyirəm? Bəli, cənab prezident həmişə qeyd edir ki, mən təkcə ölkə daxilində yaşayan 10 milyonluq əhalini yox, dünya miqyasında yaşayan 50 milyonluq Azərbaycan dünyasının lideriyəm, prezidentiyəm və İran daxilində indi təxmini hesablamalara görə 30 milyon civarında, hətta ondan da bir qədər çox Azərbaycan türkünün yaşadığı təxmin edilir. Və onlar öz milli kimliklərini bu vaxta qədər qoruyub saxlamağı, öz dillərini qoruyub saxlamağı bacarıblar. Onlar Azərbaycan türkü olduqlarını dərk edirlər və əlbəttə ki, Azərbaycana olunan hansısa hücum orada böyük ayaqlanmalara, böyük etirazlara səbəb ola bilər.
və fikrim də elə olacaqdır da, artıq müəyyən xəbərlər gəlir o istiqamətdən və bu əlbəttə ki, İranın özü üçün böyük baş ağrısına çevriləcək. Mən bir məsələni də vurğulamaq istəyirəm. Təsəvvür edin ki, İran ordusunun, İran silahlı qüvvələrinin bəlkə də tən yarısı, yarıdan da çoxu Azərbaycan türklərindən ibarətdir. İran bu məqamı da nəzərə almalıdır. Azərbaycan əslində, yenə bayaq da qeyd etdiyim kimi, İran üçün ən həssas dövlət olmalıdır. Azərbaycana tərəf ümumiyyətlə bir güllə belə atılmamalıdır. Çünki biz İranla demək olar ki, ən yaxın qohum dövlətik reallıqda, amma İranın bugünkü hücumu və bundan əvvəl də Azərbaycana qarşı atdığı bəzi addımlar, hansı ki, cənab prezident də öz çıxışında onlara vurğu yaptı, heç bir məntiqlə, ağılla izah oluna bilmir. Yəni İranın bugünkü hücumu Azərbaycana bir zərər verdisə, İrana 10, İrana 100 zərər verdi. Yəni bunun İran adısını gələcəkdə çəkəcək. Öz daxilində İrana qarşı böyük etirazlar olacaq. Bu mütləqdir. Çox yaxşı xatırlatdınız. Prezident İlham Əliyev İrandan vaxtaşırı və sistemli formada Azərbaycana qarşı həyata keçirilən aqressiyaya toxundu və səfirlikdə baş vermiş terror aktını xatırlatdı. Və ondan sonra İran da müəyyən addımlar atmışdı, vəziyyət normala dönmüşdü və yenidən belə bir aktın, bugünkü hadisənin baş verməsi sizcə iki ölkə arasında münasibətlərin gələcəyinə nə cür təsir göstərəcək? Biz yenə də səfirlikdə baş vermiş terror aktına qayıdırıq, yoxsa ümumiyyətlə gələcəyi necə təsəvvür edirsiniz? Terror aktı, bəli, qeyd etdiyiniz kimi iki ölkə arasında həmin vaxt kifayət qədər soyuqluq yaratdı, münasibətlər bir müddət enəm xətt üzrə davam elədi. Amma Azərbaycanın xüsusilə göstərdiyi diplomatik səylər və İrandan gələn müəyyən müsbət o yöndə müsbət istiqamətdə atılan addımlar əlaqələrin yenidən bərpa olunmasına gətirib çıxartdı. Amma indiki məsələ atdığı həmin terror hadisəsindən də daha dəhşətlidir. Burada məsələ ondan ibarətdir ki, İran bugün suveren Azərbaycan Respublikası ərazisinə hərbi əməliyyat, hərbi hücum həyata keçirmişdi. Naxçıvanda aeroport qurulub, bundan başqa tamamilə mülki infrastruktur olan körpə uşaqların təhsil aldığı məktəbin düz yaxınlığına dron zərbəsi endirilib. Gəlin bir anlıq təsəvvür eləyək ki, o dron zərbəsi məhz məktəbin üzərinə düşsəydi nə baş verərdi? Çox böyük faciə baş verərdi. Bəli, çox böyük faciə olardı və doğrudan da başa düşməkdə adam çətinlik çəkir ki, İran tərəfi bu hücum əmrini verənlər, cənab prezident onları şərəfsiz adlandırdı. Doğrudan da başqa ad vermək olmur onlara. Bu hücum əmrini verənlər necə fikirləşməyiblər bu məqama? Əgər belə bir şey olsaydı çox böyük faciə olardı və burada artıq geri dönüş olmazdı. Şükürlər olsun ki, biz bu faciədən yayına bildik və bu faciə baş vermədi. Yoxsa ümumiyyətlə bu tellər tamamilə qırılardı iki ölkə arasında və düşmənçilik həddinə qədər gəlib çıxa bilərdi. Bu İran üçün bir şans oldu ki, bugünkü hərbi əməliyyatlarda Azərbaycan insan etkisi yaşamadı. Bu İran üçün bir belə deyək, taleyin xoş münasibəti oldu İrana və İran bu məqamdan istifadə etməlidir. O istifadə edib Azərbaycandan üzr istəməlidir, müəyyən ola bilsin təzminat ödəməlidir dövlət səviyyəsində. Yəni bu məsələnin həll yolu budur. Cənab prezident öz çıxışında bu məsələlərə toxundu və bildiyiniz kimi ehtiyat olaraq Azərbaycan da dövlət səviyyəsində öz addımlarını atmalıdır artıq və cənab prezidentin əmri ilə artıq xüsusi təyinatlı qüvvələr başda olmaqla Azərbaycan ordusu bir nömrəli səfərbərlik vəziyyətinə gətirildi və artıq istənilən döyüş tapşırığını icra etmək üçün Azərbaycan ordusu gözləmədədir. Ümid edirəm ki, İran tərəfi pragmatik, ağla, məntiqə söykənən addımlar atacaq bundan sonra. Əgər bu addımlar olmasa, çox təəssüf ki, hadisələr proqnozlaşdırıla bilməyən yerə doğru gedəcək və iki ölkə arasında hətta lokal toqquşmalar belə yaşana bilər qarşıdakı müddətdə.
Çox sağ olun. Elə sizin də və dinləyicilərimizin də diqqətinə çatdırım ki, elə bu dəqiqələrdə Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla İranın Xarici İşlər Naziri Abbas Ərakçı arasında telefon danışığı olub. İranlı nazir Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib. İran tərəfinin və hərbiçilərin bu hadisə ilə bağlı araşdırma başlatdığını diqqətə çatdırıb. Ümid edək ki, bu araşdırma kifayət qədər detallı aparılacaq və hadisəni törədənlər cəzalandırılacaq. Əziz dinləyicilərimiz, bununla da verilişimiz sona çatır. Biz sizinlə sabah yenidən eyni vaxtda və eyni məkanda görüşəcəyik. Ona qədər özünüzə yaxşı baxın, sağ olun. Qarabağın səsi 102.7 FM.